Hər kəsə salam dostlar, necəsiniz, nə edirsiniz? Bugün sizlərlə bərabər olaraq Sunbasif oynayırıq dostlar. Dostlar, neçə aydan sonra geri döndüm. Hardasa 10 aydır ki, YouTube-a video çəkmirdik. Axırda YouTube-a geri döndü və yenidən videolar paylaşmağa davam edəcəyik inşallah. Demək, bugün Sunbasif oynayırıq. Sunbasifdə gördüyünüz kimi belə pullar qazanırıq, qızıllar qazanırıq. Bilmirəm indi buna pul deyirlər, qızıl deyirlər, hər nə deyirlərsə bir şeylər deyirlər. İşte biz də qazanırıq bu pulları. Görək nə edirik, nələr edəcəyik bu gün. Siz də kanala abunə olmağı, like etməyi, yorum yazmağı, bildirimləri açmağı unutmayın. İnşallah yeni videolar gələcək. Biraz bu çətin gəldi mənə gözdə. Hə, bu qatar o qədər də asan deyil, amma nəsə biz həll eləyərik. Bir tərəfi həll edərik işte. Bu qatarlar həmişə məni görəndə şey eləyirik. İşıqları yandırırlar. Yəqin ki, deməkdir ki, uzaqdır bizdən. Və bu ayaqqabını geyinməliyəm mütləq şəkildə. Çünki bu ayaqqabı çox xeyirlidir. Yəni çox yaxşıdır bu ayaqqabı. Çünki bu ayaqqabı ayaqqabı da öləsində, bilməm, ləpişli ayaqqabı da hər nəsə yaxşıdır. Yəni bir tərəfdən yaxşıdır. Yəni bizi ilgiləndirən bir şeydir. Burada M hərfini də götürüm. Qəşəng. Bunu da götürdüm. Super. Buradan bunları da götürdük. Hə. Hal-hazırda 270 qızıl var. 270 qızıl bizə bəs eləməz. Biz bunu bir 1000 eləyək. Biz bunu bir 2000 eləyək. Çünki başqa videolarda baxıram mən özüm. Görürəm ki, cəmaət çox qaldırır da. Yəni həqiqətən qaldırırlar. Həqiqətən böyüdürlər. Ona görə lazımlı bir şey deyil. Yəni dostlar, ola da bilməz lazımlı bir şey. Aha. Amma yenə də biz edərik. Bizə dəyər. Bizə dəyər işte. Bizə dəyər bu məsələ. Aha. Bunu da götürək. Bunun qəşəng hazır oldu. Və necə oyunlar oynamağımızı, necə videolar çəkməyimizi istəyəcəyinizi də YouTube-a deyə bilərsiniz. Yəni yorumlara yazaraq bizə deyə bilərsiniz ki, necə videolar çəkək. Bir dəqiqə, elə bildim qatar gəlir. Başımı itirmişdim əməl başda. Yaxşı getirmədim. Yəni qatar gəlsəydi işi bitərdi yəni. İş bitərdi oradaca. Yaxşı ki olmadı. Da yeri deyildi, yeri değildi amma nəsə. Heç nə olmaz. Bir şey demirəm. Ölməliydik elə bil. Elə bil ölməliydik. Nə qədər idik? 300 dolardıq. 300 idik, 400 yox 400 idi, yadıma gəldi. 486 idi mi, 400 neçə idi mi? Var idi. Hayf. Getdi. Yəni zibili çıxdı da bu işin. Bu işin zibili çıxdı. Çıxdı bu işin zibili. Heç nə olmaz. Nə deyə bilərəm? Bu nədir? Nəsə bastım elə, amma dəyərli bir şey deyil. Nəsə bu işin zibili çıxdı. İşin zibili çıxdısa heç nə olmaz. Nə deyə bilərəm? Nə deyə biləcəm ki zaten? Heç nə. Artıq heç bir şey deyə bilmirəm. Təəssüf. Oy, qatar gəlirdi. Yaxşı qurtardım özümü. Buradan da bunu dönüb. Bir dəqiqə gözlə. Bunu mən edəməyəcəm deyəsən. Nəsə. Axır ki edə biləcəm. İnşallah edərəm. Videolara abunə olmağı, like etməyi unutmayın. Kanalımıza abunə olun. Qoy kanalımız böyüsün. YouTube'a da geri döndüm axır ki. Nəsə, bu lazımsız şeylərdən, bu nədir mənə lazımsızlar, hə. Olduq, şükür, canım qurtardı belə işlərdən. Aha. Bura qalxmağım da bir tərəfdən qəşəng oldu, yaxşı oldu. Yaxşı ki qorxdum. Hələ qalxmağım elə ən yaxşısıydı. Bunu alacağım. Bu yaxşıdır yəni. Bax. Yox da. Nə pis oldu. Bunu mən niyə indi aldım? Bunu mən bilmirəm.
Amma bir işdə aldıq işte. Aldıq. Yəni hədəfimi tamamlamalıyam. Yəni 500 olmadan videomu bitirə bilməz. Yəni 500 olandan sonra video bitəcək. Bir də əgər burada ölsəm, əgər 500 olmadan ölsəm, video bitəcək. 500 olsam da video bitəcək. Yəni video ümumiyyətlə bitəcək, video qısa olmalıdır. Nəzə. Qoy biz bunu eləyək. Amma məncə 500 olaram. Yəni mən 500 olmam o qədər də çətin deyil. Çünki mən yeri gələndə məsələn hal-hazırda 72 qızıl idi da. Mən yeri gələndə nə bilim 300-ə də qaldıra bilirəm, 400-ə də qaldıra bilirəm. Elə də çətin deyil mənim üçün. Bax məsələn yəni skor rekoru qaldıra bilirəm. Yəni o qədər mənim üçün çətin bir şey deyil. Yəni deyim çətindir, əziyyətlidir. Yox. Deyil yəni. Eləyə bilirəm bunu rahatçılıqla. Yəni o qədər də mənim üçün çətin bir şey deyil. Amma sadəcə burada zaman lazımdır. Belə qısa desək, zamana ehtiyacım var. Çünki bu zamanla olunacaq bir işdir. Bir dəqiqə. Nəsə. Ayda onu almadım. Hayır. Bir də part 2 gəlsinmi? Yorumlara yazın. Ki Sumbaysufun ikinci bölümü gəlsinmi? Gəlməsini istəyənlər gəlsin. İstəməyənlər də yəqin istəyəcək. İstəməlidir də. Çünki maraqlı olar da yəqin. Yəni yəqin hamı istəyər. İnanmıram kimsə istəməsin. Qoy mən bunu alım. Bundan daha yaxşı gedirəm. Bundan daha rahatam. Ona görə bunu aldım. Bir dəqiqə. Yəni 500 olacam. Görəsiz. Bax inanmayanlar belə məni inanacaq ki, Yusif Ayanoyun qadirdir belə şeylərə. Yəni siz bunu biləsiniz. Bir dəqiqə. Bu bitdi. Aldığım bu adını bilmirəm. Nədir? Nə? Ayda. Burada bitdi uşaq. Nəysə, videomuz buraya qədər idi. Özünüzə yaxşı baxmağı unutmayın dostlar. Part 2 gəlsinmi, gəlməsinmi yorumlara yazmaq unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Sağ olun.